Salam, hər vaxtınız xeyir olsun. Bugün 2 noyabr 2025-ci il Bərdə rayonumuzun Molləhmətli kəndindən olan şəhidimiz Əliyev Orxanın və Mirzalbəyli kəndindən olan şəhidimiz Yusifov Elməddinin anım günləri qeyd olunmuşdur. Allahdan cəm şəhidlərimizə rəhmət diləyirik. Məkanları cənnət, məqamları uca, ruhları şad olsun. De, hərbisi də vətən sağ olsun, vətən uğrunda deyərək canlarını bu torpaq uğrunda fəda etdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Qəhrəman Azərbaycan əsgərinin misilsiz şücaəti bugünkü gün bizim xalqımızın, belə deyim, tarixinə qızıl hərflərlə həkk olunmuş bir tarixdir. O tarixi səsləndirmək, o tarixi oxumaq bizim şərəf borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün şəhid ailələrimizə Allah qəbul versin. Cəmi şəhidlərimizin ruhları şad olsun.